Salam əziz izləyicilər. Bugün sizinlə sadə muncuqlardan çox gözəl bir bilərzik hazırlayacağıq. Addım-addım izah edəcəyəm ki, siz də asanlıqla öyrənəsiniz. Videonu sona qədər izləməyi unutmayın. Bizə lazım olacaq qızılı və kristal muncuqlar, qolbaq üçün bağlayıcı və uzadıcı sep, muncuq düzümü üçün nazik iynə və istənilən bir sap. Bir bağlayıcı 9 qızılı muncuğu götürüb iynə sapdan aşağı hissəyə endiririk. İynə sapı bir də muncuqların içindən keçirdiririk. Muncuqlara 2 düğün vururuq. İynə sapı muncuqların içindən keçirdiririk. Artıq sapımızı qayçı ilə kəsirik. Gözəl qolbağımızı muncuqlarla toxumağa başlayırıq. Bir kristal, 3 qızılı və 1 kristal muncuğu götürüb muncuqların arasından qızılı muncuğun içindən keçirdiririk. Bir kristal, 3 qızılı muncuğu götürüb kristal və eyni qızılı muncuğun içindən iynə sapımızı keçirdiririk. Yaxınlığındakı olan 2 qızılı muncuğun içindən də iynə sapımızı keçirdiririk. 4 qızılı muncuğu götürüb sağ tərəfdən 3 qızılı muncuğun içindən keçirdiririk. Üç qızılı muncuğu götürüb sol tərəfdən qızılı muncuğun içinə birləşdiririk. Dörd qızılı muncuğu götürüb bağlayıcı tərəfdən 2 qızılı muncuğun içindən iynə sapımızı keçirdiririk. Mərkəzdə olan bir qızılı muncuğu əl vurmayıb, yaxınlığındakı 2 qızılı muncuğun içindən iynə sapımızı keçirdiririk. İynə sapımızı qızılı muncuqların içindən keçirdiririk. Bizim gözəl bilərziyimiz ürək formasında alınır. Beləliklə, bizim gözəl bilərziyimizin birinci hissəsi hazırdır. Keçirik ikinci hissəyə. Bir kristal 3 qızılı muncuq və bir kristal muncuğu götürüb qızılı muncuqların arasından keçirdiririk. Bir kristal 3 qızılı muncuğu götürüb kristal və eyni qızılı muncuğun içindən iynə sapımızı keçirdiririk. Yaxınlıqdakı olan
2 qızılı muncuğun içindən də iynə sapımızı keçirdiririk. 4 qızılı muncuğu götürüb sağ tərəfdə qızılı muncuqların içinə birləşdiririk. 3 qızılı muncuğu götürüb sol tərəfdə qızılı muncuqların içindən iynə sapımızı keçirdiririk. 4 qızılı muncuğu götürüb 2 qızılı muncuğun içindən keçirdiririk. Bir qızılı muncuğu boş buraxıb yanındakı 2 qızılı muncuğun içindən iynə sapımızı keçirdiririk. İynə sapımızı muncuqlarımızın içindən keçirdiririk. Gözəl bilərziyimizin ikinci hissəsi də hazırdır. Keçirik bilərziyimizin üçüncü hissəsinə. Bir kristal 3 qızılı bir kristal muncuğu götürüb muncuğun içindən keçirdiririk. Bir kristal 3 qızılı muncuğu da götürüb bir kristal və eyni qızılı muncuğun içindən iynə sapımızı keçirdiririk. 2 muncuğun da içindən iynə sapımızı keçirdirib 4 qızılı muncuğu götürüb muncuqların içinə birləşdiririk. 3 qızılı muncuğu da götürüb 3 qızıl muncuğun içinə birləşdiririk. Dört qızılı muncuğu da götürüb 2 qızılı muncuğun içindən iynə sapımızı keçirdiririk. Sol tərəfdən 2 qızılı muncuğun içindən də iynə sapımızı keçirdiririk. İynə sapımızı qızılı muncuqların içindən yuxarıya doğru keçirdiririk. Beləliklə, gözəl bilərziyimizin üçüncü hissəsi də hazırdır. Keçirik bilərziyimizin dördüncü hissəsinə. Bilərziyimizin birinci, ikinci, üçüncü hissəsini necə toxumuşuqsa muncuqlarla, dördüncü hissəsini də eyni qaydada toxuyuruq. Diqqətlə videonu izləyin və öz bilərziyinizi mənimlə birlikdə hazırlayın. Bilərzik asan və tez hazırlanır. Bizim bilərziyimizin dördüncü hissəsi də hazırdır. Beləliklə, bilərziyimizin bütün hissələri hazırdır. Keçirik bilərziyimizin bağlayıcı hissəsinə. Bir uzadıcı sep, 4 qızılı muncuğu götürüb, qızılı muncuğun içindən iynə sapı keçirdiririk.
iynə sapı dairəvi şəkildə bütün muncuqların içindən keçirdiririk. İynə sapı muncuqların arasından keçirdirib 2 düğün vururuq. Düğün vururuq ki, bizim bilərziyimiz sapdan açılmasın. İynə sapı muncuqların arasından keçirdiririk. Artıq sapımızı qayçı ilə kəsirik. Beləliklə, bizim gözəl bilərziyimiz hazırdır. İzlədiyiniz üçün videonu təşəkkür edirəm. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla paylaşaraq kanala dəstək olmağı unutmayın. Hələlik.